Ancaq bu qədər maraqlıyıq biz həmin adamlara və ona görə bu vəziyyət yaranıb ki, Azərbaycanda bax bu qrup, balaca qrup, dırnaqarası uzaqgörənliklə bütün ictimai institutları məhv edib. Ona görə belə rahatlıqla öz istədiklərini diktə edirlər ki, bilirlər ki, artıq Azərbaycan cəmiyyətinin müqavimət mərkəzlərini xeyli dərəcədə söndürə biliblər. Bax, bu gün üçün idi mətbuatı tamamilə susturmaq, müstəqil mətbuat olmasın. Bu gün üçün idi ki, parlamentarizmi Azərbaycanda məhv elədilər. Baxın, orada bir nəfər sizin sözünüzü deyən adam var, kimsə cəsarət edib bu məsələləri qaldıracaq orada. Artıq parlament mahiyyətini itirib, məhkəmələr mahiyyətini itirib. Yerli özünidarə heç əvvəldən qurulmadı. Media tamamilə məhv edilib. Siyasi partiyalar məhv edilib ya da edilməkdədir. Vətəndaş cəmiyyəti məhv edilir. Və bunun hamısının nəticəsi budur ki, monopoliya artıq bizim həyatımızın bütün sahələrinə öz tələbini diktə edir.